İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi qaydasına dəyişiklik edib. Artıq göndəriş tələb olunmadan bir neçə tibb müəssisəsinə birbaşa müraciət etmək mümkün olacaq. Artıq göndəriş tələb olmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin tədris, terapevtik və tədris cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən istifadə üçün birbaşa müraciət etmək mümkündür. Bu zaman həmin tibb müəssisələrində xidmətlər zərfinə daxil olan tibb xidmətlərdən istifadə zamanı bütün xərclər icbari tibbi sığorta hesabına qarşılanacaq. Tutalım ki, bir şəxs müraciət edibdir, bel nahiyəsində küt ağrı var və uroloq və yaxud nefroloqun müayinəsi nəticəsində bəlli olur və ona böyrək daşı diaqnozu qoyulur və bunu da cərrahi yoldan götürmək lazımdır. Yəni, xəstənin əməliyyata ehtiyacı var. Xəstə həmin həkim göstərişi olan bütün sənədləri, tibbi müayinələr, nəticələrini qeyd etdiyim xəstəxanalara təqdim eləməklə əməliyyat oluna bilər. Həmçinin bu proses Azərbaycan Tibb Universitetinin tələbələri üçün də əlavə imkanlar yaradır. Bu qayda imkan verəcək ki, Azərbaycan Tibb Universitetinin tələbələri istehsalat təcrübəsində təcrübə biliklərini artırsınlar. Yəni, orada icbari tibbi sığorta hesabına əməliyyat olunan xəstələrin sayı çox olduğundan onların da biliklərini daha da genişləndirmək, praktiki biliklərini daha da genişləndirmək imkanı yaranacaqdır. Qeyd edək ki, sözü gedən tibb müəssisələrində xidmətlərdən istifadə üçün birbaşa müraciətlər bugündən həyata keçirilir. Əkbər Əlizadə, Şəhriyar Əhmədli, Sənan Bəhrəmli, ATV Xəbər.